Bəli, son illərdə Azərbaycanda pensiyaların hər il indeksləşdirilməsi ənənəvi hal alıbdır. Bu proses təbii ki, sosial təminat sisteminin sabitliyini qorumaq və inflyasiyasının pensiyaçılarla təsirini minimuma endirmək məqsədi ilə məqsəd daşıyır. Bu baxımdan gələn il pensiyalar nə qədər olacaq, neçə faiz artacaq, artıq bu suallar qoyulubdur. Gündəmdədir. Bakı Post xəbər verir ki, mövzu ilə bağlı konkret nöqtədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təqaüdlərin indeksləşdirilməsi qərarı Nazirlər Kabineti və ya Prezidentin fərmanı ilə qəbul olunur. Ekspertlərin sözlərinə görə, ekspertin daha doğrusu son illər indeksləşdirilmə orta aylıq əmək haqqının artım tempinə uyğun şəkildə aparılır. Bu səbəbdən də dəqiq faiz demək çətindir. Amma çox güman ki, əgər indeksləşdirilmə qərarı verilərsə, artım təxminən 8-10% civarında ola bilər deyə Natiq Cəfərli bildirib. Artıq 8-10% gözlənilir ki, təqaüdlər pensiyalar artsın. Yəni təxminən hesablasaq 300 manat pensiya alan şəxsin təqaüdü 10% indeksləşmə ilə 30 manat artacaq. 8% ilə bu artım 24 manat təşkil edəcək. Dilim topu vurdu. Bəli, Natiq Cəfərli yaşla bağlı bilirsiniz ki, 2025-ci ildə yaşla bağlı təqaüdə çıxanların heç 1 manat da təqaüdü artmadı. Mən düşünürəm ki, bunu da nəzərdə saxlamaq lazımdır. 220 manat onlar pensiya təqaüdü alırlar və düşünün ki, eybi yoxdur. Onların da heç kimsə 30-40 manat təqaüdü pensiyası artsın ki, 220 manat nə puldur, nə pensiyadır.